Xalq artisti Səkinə İsmailova, mərhum SSR xalq artisti Rübabə Muradova ilə yaşadığı qalmaqaldan danışıb. Axşam.az xəbər verir ki, Geriyə baxanda proqramında qonaq olan müğənniyə, aparıcı Günay Firudin qızının Rübabə Muradova 50 yaşında Leyli obrazını oynayırmış. Bunu sizə həvalə ediblər və onun xətrinə dəyib. Salam verəndə onu belə almırmış sözlərinə belə reaksiya verib. Təbiidir. Teatra 21 yaşımda gəlmişdim. Həmin ərəfədə Rübabə Muradova, Zeynəb Xanlarova və Nəzakət Teymurova həmin rolu oynayırdı. Həmin ərəfədə Rübabə xanımın müəyyən yaşı var idi. Uzun müddət keçmişdi, o dövr üçün yeni hadisə idi ki, teatra gənc biri gəlib. Teatrda dəstək oldular. Arif Babayev, Canəli Əkbərov və Baba Mahmudoğlu tərəf müqabilimi idi. Həmin məcnunlar sənətdə sözlərini demişdilər. Mən rejissorun dediyini icra edirdim.